Sabah Bakıda 20 dərəcə isti olacaq. Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanır. Bu barədə Pancomi TV Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 16-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütunundan enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75% olacaq. Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti. Dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 isti olacaq.